İndi isə səssiz qalan tərəfə baxaq. Posterior deltoid. Posterior deltoid ekstensiya və eksternal rotasiyanı yerinə yetirir. Latissimus dorsi, teres majorla birlikdə kürək çəkmə, ekstensiya və eksternal rotasiya üzərində çalışır. Çantanı arxaya atanda, bir şeyi özümüzə doğru çəkəndə bu əzələ işə düşür. Amma gündəlik həyatda onu çox az çağırırıq. Bu baxımdan anteriordan zəif inkişaf eləyə bilir. Kürək çəkmə tipli hərəkətlərdə latissimus dorsi, teres major və posterior deltoid agonist kimi birlikdə işləyir. Nə deməkdir agonist? Yəni müəyyən hərəkətlərdə lider əzələ rolunu oynayan deməkdir. Yəni kürək çəkmə tipli hərəkətlərdə də bu əzələlər lider tiplidir. Bir şeydə daha aydınlıq gətirək ki, kürək çəkmə tipli hərəkətlər deyəndə nəyi nəzərdə tuturuq burada? Yəni qolların bədənə adduksiyasını nəzərdə tuturuq. Biz fikir versək, kürək çəkmə hərəkətlərində qollar ilk öncə bədəndən uzaqlaşır, daha sonra isə bədənə yaxınlaşır. Və ya yuxarıdan nə isə aşağı doğru çəkdiyimiz zaman qollarımız nə olur? Bədənə adduksiya eləyir, yəni bədənə yaxınlaşır. Yəni bu tipli hərəkətlərdə teres major, posterior deltoid və latissimus dorsi agonist kimi işləyir. Posterior deltoid daha az istifadə edildiyi üçün zəif qalır. Gündəlik həyatda uzun müddət oturmaqdır, stol arxasında işləməkdir və yanlış məşq proqramları səbəbindən posterior deltoid tez-tez laqeyd qalır və zəifləyir. Bu çiyin birləşməsini, xüsusən glenohumeral birləşmə, ön və arxa hissələr arasındakı qüvvə balansını pozur və nəticədə çiyin balansı pozulur. Beləliklə bütün yük yenə anterior deltoidin üstünə düşür. Anterior deltoid günahkar deyil. Onun hər şey etməsi tək problemdir.